Dünya çempionatının seçmə mərhələsində milli komandamız İslandiya millisini qəbul edir. Bu videoda İslandiya millisinin zəif, güclü tərəflərinə baxacağıq. Videoya keçmədən kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bu oyun hər iki komanda üçün fərqli mənalar daşıyır. Azərbaycan üçün bu qarşılaşma artıq turnir cədvəli baxımından çox şey dəyişməyəcək. Qrupun son 2 turu qalıb və millimizin artıq heç bir rəsmi şansı yoxdur. Amma Ayxan Abbasovun gəlişi ilə komandada yenidən ümid havası yaranıb. Yeni baş məşqçi altında keçirdiyimiz son 3 oyunda nəticələr tam istədiyimiz kimi olmasa da Ukraynaya 2-1, Fransaya isə səfərdə 3-0 hesabı ilə məğlub olmuşuq. Oyunun keyfiyyətində isə fərq hiss olunur. Komanda daha aqressiv, daha motivasiyalı və daha kollektiv görüntü verir. Buna görə də çoxları hesab edir ki, Ayxan müəllimin milli ilə ilk qələbəsi məhz bu oyunda İslandiya qarşısına gələ bilər. Amma unutmamalıyıq ki, bu asan qarşılaşma olmayacaq. Çünki İslandiya üçün bu oyun ya qal, ya get xarakteri daşıyır. Gəlin baxaq görək İslandiyanın ümumi vəziyyəti və motivasiyası necədir. D qrupunda əsas mübarizə ikinci yer uğrundadır və bu mübarizə Ukrayna ilə İslandiya arasında gedir. Son 2 tur qalıb və İslandiya Ukraynadan cəmi 3 xal geri qalır. Bu deməkdir ki, Vikinglər nə olur olsun Bakıya yalnız qələbə üçün gəlir. Üstəlik növbəti turda Ukrayna ilə səfər oyunları var. Yəni, bu qarşılaşmadan xal itirsələr qrupdan çıxmaq şansları demək olar ki, bitəcək. Ona görə də bu oyuna tam güclə, maksimum motivasiya ilə çıxacaqlar. İslandiya son 2 oyunu evdə keçirib. Fransaya qarşı çox yaxşı müdafiə oyunu göstərərək bir xal qazanıblar. Amma Ukraynaya qarşı 3-5 hesablı məğlubiyyət bir çox zəif nöqtələri üzə çıxarıb. Bu nəticələr onların sabit olmadığını, amma yenə də oyunun gedişatını dəyişdirə biləcək potensiala malik olduqlarını göstərir. İslandiyanın oyun üslubu və taktiki kimliyi necədir, gəlin baxaq. İslandiya uzun illərdir eyni futbol fəlsəfəsini qoruyur. Onların oyunu müdafiə yönümlü, sıx və intizamlı oyun üzərində qurulub. Futbol baxımından bu, klassik viking ruhu adlana bilər. Döyüşkən, ağıllı və heç vaxt təslim olmayan bir komanda. Topa sahib olma faizləri adətən aşağı olur. Çünki onların əsas məqsədi topa nəzarət etmək deyil, rəqibə qol imkanı verməməkdir. Hücum planları isə sadə, amma təhlükəlidir. Standart vəziyyətlər, xüsusilə cərmə və gün zərbələri və sürətli əks hücumlar. İslandiyanın məşhur silahlarından biri də uzun outlardır. Hər bir atış sanki gün zərbəsi qədər təhlükə yarada bilər. Gəlin biraz da rəqibin müdafiə sisteminə baxaq. Ənənəvi olaraq İslandiya 4-3-3 və ya bəzən 4-4-2 düzülüşü ilə oynayır. Müdafiə zamanı bu sistem 4-5-1 və ya 4-1-4-1 şəklinə çevrilir. Hücumçular belə müdafiəyə kömək edir. Nəticədə meydanda 3 kompakt xətt formalaşır. Bu xəttlər arasındakı məsafə çox az olur. Bu, rəqibin mərkəzdə boşluq tapmasını çətinləşdirir və onları kənarlara yönəltməyə məcbur edir. Yəni İslandiyanın planı sadədir. Rəqibi kənara sıxışdır, oradan ya topu qazan, ya da səhv buraxmasını gözlə. Bundan başqa İslandiya nadir hallarda yüksək pressinq tətbiq edir. Əksinə onlar adətən orta və ya dərin blokda dayanır. Topu qazandıqda isə sürətli və birbaşa əks hücum cəhdinə çıxırlar. Bu da riskli uzun ötürmələrə gətirir. Bəzən effekti olur, bəzən isə top itkilərinə səbəb olur. Gəlin biraz da statistika və son performanslara baxaq. Son 10 oyun üzrə İslandiyanın orta göstəriciləri belədir. 3 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət. Vurulan qollar orta hesabla oyun başına 1.9 qol, buraxılan qollar isə oyun başına 2 qol. Topa sahib olma faizi 43%. Bu rəqəmlər göstərir ki, İslandiya hələ də müdafiə yönümlü, az top saxlayan, amma nisbətən məhsuldar komandadır. Yəni az hücum edir, amma etdikdə effektiv olur. Lakin müdafiədə sabitlik çatışmır. Son 6 oyunda 11 qol buraxıblar. Nəticə olaraq İslandiya millisinin güclü və zəif tərəfləri nələrdir? İslandiya millisinin güclü cəhətləri bunlardır. Müdafiədə kollektiv şəkildə işləmək, standart vəziyyətlərdə təhlükə yaratmaq, əks hücumlarda sürətli keçid və fiziki güc, güclü cəhətləri kimi zəif cəhətləri də var. Müdafiədə boşluqlar və yavaş geri qayıtma. Yüksək tempdə oynayan komandalar qarşısında çətinlik. Topa az sahib olmaları bu da oyun tempini nəzarəti itirməyə gətirir. Bəs Azərbaycan millisi üçün taktiki üstünlüklər və plan necədir? Bizim komandamız üçün bu oyun təkcə nəticə baxımından deyil, həm də oyun kimliyimizi formalaşdırmaq baxımından önəmlidir. Ayxan Abbasovun rəhbərliyi ilə Azərbaycan daha modern futbol oynamağa çalışır.
Qısa ötürmələrlə topa nəzarət, mərkəzdə daha çox oyun qurmaq və ön xəttdə dinamik hərəkət. İslandiyanın aşağı blokda oynadığını nəzərə alsaq, topa sahib olma bizim tərəfdə ola bilər. Yəni əsas məsələ səbirli hücum qurmaq və sürətli cinah dəyişmələri olacaq. Çünki İslandiyanın əsas zəif nöqtəsi cinahlar və sürətli kombinasiyalar qarşısında aciz qalmasıdır. Əgər millimiz mərkəzdən deyil, cinahlardan oynayarsa və standart vəziyyətlərdə diqqətli olarsa, qələbə real kimi görünə bilər. Oyunda ehtimal olunan ssenari bu üzrə gedəcək. İlk 15 dəqiqə İslandiya ehtiyatla oynayacaq, kompakt müdafiə qalacaq. Azərbaycan topa sahib olacaq, amma İslandiya bu zaman əks hücum imkanlarını yoxlayacaq. Əgər millimiz erkən qol vura bilsə, rəqib açılmağa məcbur qalacaq və bu zaman boşluqlar yaranacaq. İslandiya isə oyunun fiziki hissəsində gücünü göstərmək istəyəcək. Hava topları, mübarizələr, sərt oyuna üstünlük verəcək. Oyunun taleyi çox güman ki, ilk qol tərəfindən müəyyən olunacaq. İslandiya millisinin heyətində kifayət qədər təhlükəli futbolçular var. Həm təcrübəli, sabit oyuncular, həm də gənc dinamik oyuncuların qarışığı var. Bu, onları sürprizli hala gətirir. Misal üçün, Fiorentinada çıxış edən Albert Gudmundsson. 28 yaşlı yarımdafiəçi texnika ilə kombinasiyalı oyun qurma sayəsində həm top ala bilir, həm də son hücumlara qoşula bilir. Albert ilə qarşılaşarkən onun sahənin ön hissəsində boşluq yaratmasına imkan verməmək vacibdir. Onun cinahında yük Elvin Cəfərquliyevə düşəcək. Azərbaycan üçün bu oyun turnir baxımından vacib olmasa da, psixoloji və inkişaf baxımından çox önəmlidir. Ayxan Abbasovun sistemi formalaşmaq üzrədir və bu oyun həm də yeni komandanın mental gücünü sınayacaq. İslandiya isə ölüm-dirim oyununa çıxır, məğlub olsalar D qrupunda ikinci yeri qazanmaq şanslarını demək olar ki, sıfırlanacaq. Yəni Bakıdakı qarşılaşma həm taktiki, həm emosional, həm də fiziki baxımdan çox gərgin olacaq. Əgər millimiz müdafiədə səhv etməsə, əksinə cinahlardan sürətli hücumlarla çıxış edə bilsə, onda Ayxan Abbasovun milli ilə ilk qələbəsi real nəticə ola bilər. Bu oyun nəticədən daha çox Azərbaycan futbolunun yeni başlanğıcının göstəricisi ola bilər. Ayxan Abbasovun komandası artıq mübarizə ruhunu geri qaytarıb. İndi isə növbə qalib gəlməkdədir. Bugünlük bu qədər. Bu cür videoların davamı üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.